Günay xanım, hansı hallarda diyetoloq xüsusi əhəmiyyət daşıyır? Təbii ki, qıraqdan görsənir ki, çox rahat pasientlərlə işləyirik. İşimiz yalnız kilo verib və almadır, amma əslində belə deyil. Sağlamlığından əziyyət çəkən, xüsusilə şəkərli diabet olsun, bronkial xəstəlikləri olsun, xolesterini yüksək olan pasientlər olsun, hər birinin qidalanmasını tənzimlədiyimiz zaman həkiminizin sizə yazdığı resept və dərman preparatları ilə birlikdə çox yaxşı nəticə əldə etmiş oluruq və bu zamanda pasient həm sağlamlığına qovuşur, həm də özünü daha yaxşı hiss edə bilir. Günay xanım, bəs pasientlər arasında doğru bilinən yanlışlar hansılardır? Ən yaralı yerimizə toxundunuz. Doğru bilinən yanlışlar çoxdur. Əslində hər kəs düşünür ki, yalnız diyetoloqa kilo alıb vermək üçün gələ bilərlər. Hətta bir aya mən nə qədər kilo verə bilərəm, amma bu hər kəsə görə individual bir yanaşmadır və dəyişir. Sonra müəyyən xəstəliklərimiz var, məsələn, xroniki xəstəlikləri var. Düşünürlər ki, qidalanmasına fikir verməsə, yalnız dərman preparatının gücü ilə bunu əldə edə bilər, amma bunlar hər biri qarşılıqlı birlikdə olduğu zaman pasient yaxşı nəticə əldə edə bilir. Sonra limonlu su içənlər, nə bilim, ananas detoksu edənlər, yəni bildiyimiz miflərə qaldıqda çoxlu miflərimiz var. Buradan izləyicilərimizə səslənirik ki, miflərə deyil də özünüzü peşəkarlara həvalə edin.